Salam, hər vaxtınız xeyir olsun. Bu tipli boş və budrez kombilərinin istifadə qaydasını çəkib paylaşmaq istəyirəm. Bilməyənlər üçün göründüyü kimi hal-hazırda kombi sönülü vəziyyətdədir. İlk öncə yandırmaq üçün düyməni sıxdıq və kombi yay rejimindədir. Mod düyməsini sıxırıq. Qıraqda radiator işarəsi çıxanda OK düyməsini sıxdıq. Aşağıda iki düymə yanıb sönəndə pulsuna istədiyiniz dərəcəni tənzimləyirsiniz. Radiatorda istədiyiniz dərəcəni lazım olan 50 dərəcə. OK. Hal-hazırda radiator işə düşdü. Və isti suyu tənzimləmək üçün təkrar mod düyməsini sıxırsınız. Bir dəfə də təkrar sıxırsınız. Krant işarəsi çıxdığı halda OK düyməsini sıxırsınız. İsti suyu tənzimlədiniz. İstədiyiniz dərəcəni qoyursunuz və təkrar OK düyməsini sıxırsınız. Bu halda həm radiatoru, həm isti suyu tənzimləyirsiniz. Və təkrar yay rejiminə keçid eləmək üçün mod düyməsini sıxırsınız. Radiator işarəsi yananda təkrar OK düyməsini sıxırsınız və bunu minimuma indirirsiniz. Göründüyü kimi 40 dərəcəyə və aşağıda 2 nöqtə yanıb söndüyü halda təkrar OK düyməsini sıxırsınız. Radiator işarəsi itdi. Buradakı radiator işarəsinin üstünə də göründüyü kimi xətt düşdü. Bu halda artıq yay rejimindədir kombi.